Bugün Xəzər TV-də efirə gedən İncə Səhər verilişi yarımçıq dayandırılıb. Bakı Postası xəbər verir ki, proqramın qonaqları son günlər Adım Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqalda hallanan Alma xanım Əhmədova, müğənni Pərviz Abdullayev və Namiq Qasımov olub. Alma xanımın ifasından sonra reklam nümayiş olunub və proqramın davamı yayımlanmayıb. Bunun əvəzinə isə kanalda serial yayıma başlayıb. Həftə içi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bugün saat 11:40-da reklama ayrılsa da sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib. Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib. Xəzər TV İncə Səhər verilişinin dayandırılması ilə bağlı açıqlama yayıb. Kanaldan Bakı Postası verilən məlumatda bildirilir ki, efirdə texniki nasazlıq yaranıb. Bugün saat 10:38-də Xəzər TV-də İncə Səhər verilişinin yayımı zamanı texniki problem yaranıb. Bildiririk ki, sözü gedən verilişin bu həftə efirə getmiş bütün buraxılışı öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib. Anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bugün yayımlanacaq buraxılış 2 faildən ibarət idi. Birinci fail heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və ikinci failin yayımlanması zamanı texniki problem yaranıb. Fail playot sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib. Bu isə əsas efir sərvərində cihaz səviyyəli nasazlıq yaradıb. Nəticədə də verilişin tam yayımı mümkün olmayıb. Xəzər TV olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk.